Salam hörmətli müəllimlər. Bugünkü mövzumuz basketbol idman oyunu olacaq. Basketbol oyununun tarixinə mənşəyə nəzər yetirək öncə. Basketbol sözünün mənası basket, səbət, bol isə top deməkdir. İngilis dilindən tərcümədə basket, səbət, bol, top sözlərinin birləşməsinə əmələ gəlir. Basketbol oyununun yaranması 1891-ci ildə Amerikada yaradılıb, yaradıcısı James Naismith tərəfindən yaradılıb. Basketbol Federasiyası 1992-ci ildə yaradıldı. Basketbol Olimpiya idman oyunudur. 1936-cı ildə kişilər, 1976-cı ildən isə qadınlar Olimpiya oyunları proqramına daxil olundu. Azərbaycanda basketbolun inkişafı 1920-ci ildə Azərbaycanda basketbol qəbul edilib. 1992-ci ildə Azərbaycan Basketbol Federasiyası yaradıldı. Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev 2005-ci il İslam həmrəylik oyunlarında Azərbaycan basketbolçuları kişilər arasında birinci yerə layiq görüldü. Basketbol meydansası nəzər yetirir hörmətli müəllimlər. Basketbol meydansası gördüyümüz meydansadır. Uzunluğu 28 metr, eni isə 15 metr olan meydansada oynanır. Meydansa mərkəz xəttinin 2 bərabər hissəyə bölünür ki, mərkəz dairənin də diametri 3 metr 60 sm təşkil edəcək. Meydanda gördüyümüz bütün xəttlərin eni, qalınlığı 5 sm təşkil edir. Basketbolda lövhə və səbətə nəzər yetirək, ölçülərə nəzər yetirək. Lövhənin uzunluğu, basketbol lövhəsinin uzunluğu 1 metr 80 sm-dir. Eni isə 1 metr 5 sm-dir. Lövhənin içərisində yerləşən düzbucağının ölçüləri 59 sm 45 sm təşkil edir. Səbətin diametri 45 sm təşkil edir. Torun uzunluğu 45 sm-dir. 45 sm və 12 toxunuşdan ibarətdir. Lövhə 1 metr 20 sm meydansanın içinə daxil olur ki, yerdən səbətə qədər olan məsafədə 3 metr 5 sm-dir. Gördüyümüz kimi şəkildə lövhə 1 metr 20 sm meydansanın içinə daxil olur. Gəlir basketbol topuna nəzər yetirir hörmətli müəllimlər. Basketbol topu kişilər və qadınlara görə fərqlənir. Kişilərdə topun çəkisi 580-620 qram, çevrəsi 750-770 mm-dir. 7 nömrəli top adlanacaq. Qadınlarda isə çəkisi 510-550 qramdır. Çevrəsi 715-730 mm və 6 nömrəli topdur. Gəldi hissələrə nəzər yetirək. Basketbol oyunu hər biri 20 dəqiqə olmaqla 2 bərabər hissələrdən ibarətdir. Basketbol oyunu təmiz vaxtla oynanan idman oyunudur ki, top oyundan çıxandan, ölü top vəziyyətində vaxt dayanır. Basketbol oyunu 2 hissə və 4 perioddan ibarətdir. Hissələr 20 dəqiqə, periodlar isə 10 dəqiqədir. Deməli, bunu necə başa düşürək? Birinci hissə 2 perioddan ibarətdir. İkinci hissə də həmçinin bu da 2 perioddan ibarət olacaq. Birinci hissə 20 dəqiqədir. 20 dəqiqə bölünür 2 yerə. Bir period 10 dəqiqə, ikinci periodda 10 dəqiqədən ibarətdir. Hissələr arası fasilə 15 dəqiqə verilir. Yəni birinci hissə bitdi. Yəni ikinci period bitdi. Artıq birinci hissə bitmiş hesab olunur ki, arasında fasilə ikinci period bitəndən sonra üçüncü perioda keçməmiş arasında fasilə 15 dəqiqə verilir. Periodlar arası fasilə isə 2 dəqiqədir. Yəni birinci hissənin payına birinci və ikinci period düşdüyünə görə, birinci hissə 20 dəqiqədən ibarət olduğuna görə, birinci hissədə 2 period olduğuna görə periodlar arası fasilə 2 dəqiqədir. 10 dəqiqə bitdi, 2 dəqiqə fasilə, ikinci period başlanılacaq. Hissələr arası fasilə isə artıq 15 dəqiqədir. Yəni birinci hissə nə vaxt bitir? İkinci periodun sonunda. İkinci period bitdi, artıq deməli birinci hissədə bitmiş hesab olunur. Deməli, birinci hissənin payına yenə təkrar edirəm. 2 period düşür. Hansı periodlardır?
Birinci periyod ve ikinci periyod. Birinci hissə payına. Birinci ve ikinci periyod düşür. Birinci periyod bitti. Arasında fasilə. 2 dəqiqə, yani birinci 10 dəqiqə bitti. Arasında 2 dəqiqə fasilə. İkinci periyod başlayır. İkinci periyodda bitti. Bu da 10 dəqiqədən ibarət. İkinci periyodda bitti. Arasında artıq 15 dəqiqə fasilədir. Nəyə görə 15 dəqiqədir? Çünki birinci hissə bitmiş sayılır. Hissələr arası fasilə oldu 15 dəqiqə. İkinci hissə başlayır. İkinci hissə başladı. Yəni ikinci hissə başlama nə deməkdir? Üçüncü periyod başlayır. Üçüncü periyod başladı. Üçüncü periyod 10 dəqiqədən ibarətdir. Üçüncü periyod bitti. Arasında 2 dəqiqə fasilədir. 2 dəqiqə fasilə. Artıq dördüncü periyod başlayır. Bu da 10 dəqiqədən ibarətdir. Dördüncü periyod bitti. Artıq oyun bitmiş hesabı olur. Yəni basketbol oyunu 2 hissə və 4 periyoddan ibarətdir. Hissələr arası fasilə 15 dəqiqə, periyodlar arası fasilə 2 dəqiqədir. Yəni ikinci periyodla üçüncü periyod arasında fasilə artıq 15 dəqiqə olacaq. Nəyə görə 15 dəqiqə? Çünki birinci periyod bitdi. İkinci periyod bitti. Artıq birinci hissə bitmiş hesab olunur. Arasında 15 dəqiqə fasilə. 15 dəqiqədən sonra üçüncü periyod, yəni ikinci hissə başlayır. Təmiz vaxtla oynanan idman oyunudur. Basketbol oyunu heç bitə bilməz. Mütləq burada qalib müəyyən olunmalıdır ki, əsas hissənin sonunda, yəni 2-20 dəqiqənin hissənin sonunda, 4 periyodun sonunda hesab bərabərdirsə əgər, əlavə vaxt oynanılır. Əlavə vaxt 5 dəqiqədən ibarət əlavə vaxtda oynanılır. Basketbol oyunu heç bitə bilməz. Əsas hissənin sonunda hesab bərabərdirsə 2 dəqiqə fasilə verilir. 2 dəqiqəlik fasilədən sonra 5 dəqiqə hissə artırılır. 5 dəqiqəlik vaxt artırılır. Qalib müəyyən edilənə qədər bu əlavə hissələr artırılacaq. Keçən növbəti qaydası nəzərə yetirək. Komandanın heyətinə nəzərə yetirir hörmətli müəllimlər. Basketbol komandasının heyəti 5 əsas və 7 ehtiyat oyuncusu olmalı, ümumilikdə 12 nəfərdən ibarətdir. 5 əsas, 7 ehtiyat oyuncusu olmaqla ümumilikdə 12 nəfərdən ibarətdir. Oyunun başlaması üçün, yəni basketbol oyunun başlaması üçün mütləq komandanın 5 nəfəri, 5 əsas heyət oyuncusu olmalıdır ki, oyun başlasın. Yəni 5 oyuncusu olmalıdır ki, oyun başlasın. Yəni 5 oyuncusu olmadıqda hansı qərarlar verilir, onları nəzərə yetirək. Əgər komandanın oyuna başlaması üçün 5 oyuncusu yoxdursa, misal üçün 4 oyuncusu ilə gəlir komanda. 4 oyuncusu ilə gəlir, 5-ci oyuncusu yoxdur. 5 oyuncusu yoxdursa və yaxud da oyuna gəlməməyi olduğunda, komanda oyuna gəlmir, ümumən heyət nə 5 nəfəri var, nə 1 nəfəri var, yəni komanda heyəti yoxdur. Oyuna gəlməmək olduqda 15 dəqiqə gözlənilir. Oyun fərz edək ki, başlamalıdır. Fərz edək başlamalıdır 21:00. 21:00 oyun başlamalıdır. 21:00-da hələ komanda gəlmir. Komandanın biri oyuna gəlmir. Oyun və yaxud da komandanın oyuna çıxması 5 nəfəri yoxdur. 4 nəfərlə gəlir, 3 nəfərlə, 1 nəfərlə və s. 5 nəfər tam heyəti yoxdur. 15 dəqiqə gözlənilir. Yəni 21:00-da başlamalıdır, 21:15-ə qədər gözlənilir. Əgər həmin 15 dəqiqə ərzində də komanda tam heyəti gəlməsə və yaxud da ümumiyyətlə oyuna gəlməzsə əgər komandaya texniki məğlubiyyət verilir. Ancaq 15 dəqiqə gözləmək şərti ilə 15 dəqiqə gözlənilir. 20:00 oyunun hesabı, qalibə məğluba da verilən hallar 2-0. Qalibə texniki məğlubiyyəti verilən hallar. Komandanın heyətində oyun başlayan zaman, oyun başlanır 5 nəfərlə, komanda çıxıb oyun. 5 nəfərlə oynayır. Komandanın heyətində əgər 5 nəfərdən az, yəni 5 nəfərdən çıxıb komanda meydança oynayır. 5 nəfərlə oynayır. Komandanın heyətində əgər 2-dən az oyuncusu, yəni 2-dən az oyuncusu. Oyun gedişatında, oyun gedir, birinci periyod, ikinci periyod, üçüncü periyod, dördüncü periyod və s. oyun gedir. Oyunun 2 nəfərlə komanda oynaya bilər. 3 nəfər cəzalandı, çıxdı çölə. 3 nəfər cəzalandı, çıxdı çölə. 2 nəfərlə oynaya bilər. Əgər 2-dən az oyuncusu qalarsa əgər, 2-dən az nə demək? Yəni 1 oyuncusu. 2-dən az oyuncusu qalarsa komandanın heyətində, oyun gedişatında komandaya texniki məğlubiyyət veriləcək.
Əgər vaxt həmin vaxtda, əgər həmin vaxtda rəqib komanda, yəni heyəti tam olan komanda hesabda irəlidədirsə əgər, həmin hesabda qəbul olunur. Yox əgər azlıqda olan komanda, o 2 nəfərlə olan komanda hesabda 1 nəfərlə, yəni 2-dən az 1 nəfər olsa komanda texniki məğlubiyyət verilir. 2-dən az olan heyətlə həmin komanda hesabda irəlidədirsə 2-0 texniki məğlubiyyət verilir. Deməli, basketbolda belə bir qayda var ki, oyun oynanılıb bitib, komandanın heyətində protokolda olmayan və yaxud da səhv oyuncusundan oynayan oyuncu aşkarlanır. Bu halda komandanın məşqçisi və yaxud da kapitan oyun bitdikdən sonra 15 dəqiqə ərzində baş hakimə bir növ məlumat verməlidir ki, rəqib komandanın heyətində lipa var və yaxud da protokolda olmayan oyuncu oynanılıb, cəzalı oyuncu oyuna daxil olub. Bu haqda hakimə məlumat verməlidir. Əgər həmin o dediyi prosesdə, həmin dediyi hallarda həmin komandanın heyətində aşkarlanarsa əgər, komandanın heyətində lipa və yaxud da cəzalı oyuncu, protokolda olmayan oyuncu oynanırlarsa əgər, həmin komandanın heyətində, həmin komanda oyunun sonunda qalib gəlsə belə, həmin komandaya texniki məğlubiyyət veriləcək. 2-0 texniki məğlubiyyət verilir. Qalib komandaya basketbolda 2 xal, məğlub komandaya oyunu uduzmusansa 1 xal, əgər texniki məğlub olmusansa komandaya 0 xal veriləcək. Qalibə 2, məğluba 1, texniki məğlubiyyətə isə xal verilmir, 0 xal verilir. Keçək növbəti qaydasına. Əvəz etmə və time-outları nəzərə yetirək. Əvəz etmə sayına məhdudiyyət yoxdur. Yəni istənilən sayda komanda əvəz etmə edə bilər. 5 nəfər əsas heyətdir, 7 nəfər ehtiyat heyətdən ibarət basketbol. İstənilən sayda əvəz etmə edə bilərsən. Bunun üçün hakimin icazəsi olmalıdır və top oyunda olmamalı. Ölü top vəziyyətində. Ölü top vəziyyəti odur ki, hörmətli müəllimlər, top oyunda deyil, hakim tərəfindən oyun saxlanılır və yaxud da top meydandan çıxıbsa, top oyunda sayılmır, ölü top vəziyyəti deyilir buna. Əvəz etmə sayını istənilən sayda əvəz etmək olar. Bunun üçün hakim məlumatlandırmaq lazımdır və top ölü top vəziyyətində olmalı. Oyunda olmamalıdır. Əvəz etmə olar. Time-out da nəzərə yetirək. Hər komandanın birinci hissədə 2 time-out, ikinci hissədə isə 3 time-out, ikinci hissədə 3 time-out götürmək hüququ var. Yəni, hüququdur bunun ki, mən istəsəm time-outla istifadə edərəm, istəsəm istifadə etmərəm komanda olaraq. Yəni, təbii ki, məşqçi tərəfindən götürülür. Müddəti, hər time-outun müddəti 1 dəqiqədir, 60 saniyə 1 dəqiqədir və məşqçi tərəfindən ölü top zamanı götürülür. Yəni, top oyunda olmayanda time-outla götürmək hüququndan istifadə edir. Əsas hissələrdə hər komanda ümumi 5 time-out götürə bilər. Əsas hissələrdə. Yəni, necə? Birinci və ikinci hissədə. Hər komanda ümumi neçə time-out götürə bilər? 5 time-out. 2 komanda birlikdə 10 time-out götürə bilər. Bir də belə bir qayda var ki, birinci hissədə götürülməyən time-out. Mən birinci hissədə heç bir time-outla, 2 time-out hüququmla istifadə etməmişəmsə, həmən time-outlar silinir. Artıq bu time-outlar ikinci hissəyə keçmir. Ki, mən birinci hissədə time-outla istifadə etməmişəm ki, hamısı yığılsın bir yerdə ikinci hissədə götürərəm. Xeyr, belə bir qayda yoxdur. Birinci hissədə istifadə edilməyən time-out ikinci hissəyə artıq keçməyəcək. Əlavə hissələr oynanılarsa, əlavə hissələr hər komanda bir time-out götürmək hüququ verilir. Əgər ikinci hissənin sonuna 2 dəqiqə vaxt qalırsa, dedik ki, hər hissi 20 dəqiqədən ibarət. İkinci hissənin sonunda oyunun bitməsinə 2 dəqiqə vaxt qalır. Komanda heç bir time-out hüququndan istifadə etməyibsə, time-outun biri silinəcək. Qalacaq 2 time-out. Yəni, istifadə etməyibsə, time-outun biri silinir, qalır 2 time-out. Time-outlar nəzərə yetirildi. Keçək oyunun başlaması və davamiyyəti nəzərə yetirək. Oyunun başlaması və davamiyyəti. Oyun mərkəzdən hava atışı ilə başlanır.
hava atışına başlanır. Mərkəzdən hakim topu şaquli olaraq havaya atır və hər hansı oyuncusu cəld tərəfəndə topu komanda yoldaşına ötürür. Deməli, hər komandadan bir oyuncusu bu mərkəz dairənin daxilində. Mərkəz dairənin daxilində. Hər komandadan bir oyuncu yerləşir. Bir ağ formalı oyuncu, bir də mavi formalı oyuncu yerləşir orada. Hakim də topu şaquli olaraq havaya atır. Hər hansısa bir komandanın oyuncusu, istər ağ formalı oyuncusu, istər mavi formalı komandanın oyuncusu topu zəld tərəfəni topu öz komanda yoldaşına yönəltməlidir. Tutub topu tutmaq falan olmaz. Yəni, tullanıb mən topu götürüm olmaz. Yəni, mütləq qaydada topu komanda yoldaşıma yönəltməliyim. Birinci period, yəni birinci hissənin payına düşür. Birinci period, yəni birinci hissənin əvvəli oyun mərkəzdən hava atışı ilə başlanılır. İkinci period, üçüncü və dördüncü period isə hardan başlanılır? Yan xəttin mərkəzindən. Həmçində bu bir tərəfində ola bilər. Yan xəttin mərkəzindən başlanılır. Birinci periodda, misal üçün, fərz edək ki, ağ formalı komandanın oyuncusu zəng tərəfəndi topu yönəltdi komanda yoldaşına. Birinci periodda ağ formalı oyuncular topa başlamış hesab olunur ki, ağ formalı oyuncusu zəng tərəfəndi topu komanda yoldaşına yönəldi. İkinci periodda artıq mavi formalı komandanın oyuncusu yan xəttin mərkəzindən topu oyuna daxil edəcək. Üçüncü periodda ağ yenə, dördüncü periodda yenə mavi formalı komandanın oyuncusu topu yan xəttin mərkəzindən oyuna daxil edəcək. Səbətə, birinci periodda topa gələn digər periodda növbəti komanda yan xəttin mərkəzindən oyuna daxil edir. Komandalar yerlərini nə vaxt dəyişirlər? Periodların sonu yox, hissələrin sonunda. Birinci hissə bitdi. Fərz edək A komandası buradadır. B komandası meydançanın bu bir hissəsi. Birinci hissə bitdi. A komandası keçir bu bir tərəfə, B komandası da keçir meydançanın bu bir hissəsinə. Yəni komandalar bir növ yerlərini dəyişirlər. Səbətə atış qayda pozuntularının çıxmaq şərti ilə. İndi həmən bu qaydaları nəzərə yetirəcək, səbətə atış qayda pozuntularına falan. Həmən bu qayda pozuntularının çıxmaq şərti ilə. Yerdə qalan bütün qayda pozuntuları hardan başlanılır? Yan xəttdən hakim göstərdiyi yerdən təbii ki, limit olmayıbsa, komandanın faal limiti var, o da olmayıbsa əgər səbətə atış qayda pozuntularının çıxmaq şərtinin yerdə qalan bütün qayda pozuntuları yan xəttdən hakimi göstərdiyi yerdən başlanılacaq. Keçən növbəti qaydamıza nəzərə yetirək, hörmətli müəllimlər. Səbətə atılan uğurlu atışlar basketbolda neçə xalla qiymətləndirilir? Cərimə atışları bir xal 675'lik qövsün daxili hissəsində, yəni xəttdə 675'lik qövsün xəttdə daxili hesab olunur. Daxilinə atılan xallar 2 xal, 675'lik qövsün xaricindən istənilən yerinə atılan toplar 3 xalına qiymətləndiriləcək. Cərimə atışları 1, 675'lik qövsün daxilinə atılan toplar 2, 675'lik qövsün daxilinə atılan toplar isə 3 xalına qiymətləndiriləcək. 600 daxilindən oyuncusu xətti tapdalayaraq, bəli, deyir 675'lik qövsün daxilində 2 xal 675'lik xətti tapdalayaraq və onun üzərində dayanaraq atış edirsənsə əgər, həmin atış 2 xalına qiymətləndiriləcək. Qövsün, 675'lik qövsün xaricindən istənilən yerinə səbətə atılan toplar 3 xalına qiymətləndirilir. Əgər oyuncu öz səbətinə atışlarsa, oyuncu öz səbətinə topu ata bilər. Təsadüfən atırsa, topu öz səbətinə atırsa, 2 xal rəqibə veriləcək. Təsadüfən atırsa, 2 xal rəqibə veriləcək. Əgər bilərəkdən atırsa, qayda pozuntusudur. Qəsdən atırsa, qayda pozuntusu top verilir rəqibə. Təsadüfən atırsa, 2 xal rəqibə verilir. Əgər qəsdən atırsa, qayda pozuntusudur. Bu zaman xal hesablanır. Keçən növbəti qaydamıza nəzər yetirək. Basketbolda saniyə qayda pozuntuları var, hörmətli müəllimlər. Bunları nəzər yetirək. 3, 5, 8 və 24 saniyə qayda pozuntusu var. 3, 5, 8 və 24-ə nəzər yetirəcək. 3 saniyə qayda pozuntusu nədir? Rəqibin cərimə zonası. Gördüyümüz rəqibin cərimə zonasıdır.
Rəqibin cərimə zonasında 3 saniyədən artıq qalmaq olmaz. Topla topsuz fərq edir. 3 saniyədən artıq qala bilməz rəqibin cərimə zonasında. Top əgər hücum edən komandalarsa əgər, top hücum edən komandalarsa əgər, gedib rəqibin cərimə zonasında 3 saniyə artıq qala bilərik? Yox, olmaz. 5 saniyə qayda pozuntusu nədir? Əsas qaydalarından biridir basketbolun. 5 saniyədən artıq topu özündə saxlamaq olmaz. Necə saxlamaq? Çilərin tutulan top, topun oyuna daxil edilməsi, cərimə atışları və s. Bunlar hamısı 5 saniyə ərzində yerinə yetirilməlidir. Oyuncu topu çiləyir, topu atdılar mənə. Mən topu götürdüm. Topu götürdüm. 5 saniyə artıq saxlaya bilmərəm. Saxlaya bilmərəm. Topu götürdüm. Başladım çiləməyə. Təkrar tutdumsa, əlimə təkrar tutdumsa, 5 saniyədən artıq saxlaya bilmərəm, nə də təkrar çiləyə bilmərəm. Mütləq topu ötürməliyim. Ya səbətə atmalıyım, ya da topu ötürməliyim. İndi o qayda aşağıda verilir, daha ətraflı 5 saniyə qaydası. Ondan tanış olacaq. 8 saniyə qaydası nədir, hörmətli müəllimlər? Meydança dediyi mərkəz xəttinin 2 bərabər hissəyə bölünür. 8 saniyə ərzində top oyuna daxil edildikdən sonra, topu oyuna daxil etdiysə, top oyuna daxil edildikdən sonra 8 saniyə ərzində mərkəz xətti keçmək lazım. Buradan top oyuna daxil etdik. 8 saniyə ərzində mərkəz xətti keçməliyik rəqib sahəsinə. Əgər keçməsək, top da alınıb bizdən rəqibə veriləcək və rəqib sahəsinə keçdikdən sonra geri qayıtmaq olar, xeyr, olmaz. Top mərkəz xətti keçdikdən sonra yenidən öz meydanına qayıtmaq olmaz. Bu qayda yol verilməz. 3, 5, 8-də baxdıq, kesin 24 saniyə qaydası nəzərə yetirək. 24 saniyə qaydası nədir, hörmətli müəllimlər? Hücum üçün verilən vaxt. 24 saniyə qaydası hər komandaya verilən hücum üçün vaxt. Hücum üçün verilən vaxt 24 saniyədir. Bu vaxt ərzində top səbətə atılmalıdır. Həmin o vaxt ərzində topu səbətə atmalısın. Ən azından cəhd göstərməlisən səbətə atmalı. Əgər top səbətə atılmazsa 24 saniyə ərzində oyun saxlanılacaq və top veriləcək rəqib komanda. Burada müəyyən bir qaydalar var ki, əgər komanda rəqib yarım sahəsində topa gələnərsə, hansı hallar? Meydança bölünürdü 2 bərabər hissə. Rəqib yarım sahəsində topa gələnərsə, rəqib yarım meydanında yan xəttdən topun oyuna daxil edildikdə, uğursuz cərimə atışları, top səbətə atılan zaman halqadan geri dönərsə, komanda hücum üçün 14 saniyə vaxt. Baxın, meydança bölünür 2 bərabər hissə. 2 bərabər hissəyə bölünür. Mənim komandam, bura A komandasıdır, burada B komandası. A komandası rəqibin yarım meydanında topu yan xəttin oyuna daxil edirsin. Və yaxud uğursuz cərimə atışlarına topa təzədən gələnirsə komanda. Hücum üçün 24 saniyə yox, artıq 14 saniyə vaxt veriləcək. Bir də hərqədən səbətin alqasından dəyər qaydarsa, indi o qaydanı daha ətraflı izah verəcəm. Yenə 14 saniyə vaxt verilir. Ancaq həmən bu vəziyyətdə misal üçün öz yarım meydanına topu yan xətdən oyuna daxil edirəmsə mən 24 saniyə vaxt verilir. Bir də rəqibin yarım meydanında 24 saniyə nə vaxt verilir? Rəqibin əlindən topu alsan əgər. Burada həmən qayda verilir. Rəqibin əlindən. Lakin rəqib yarım meydanında topu rəqibin əlindən aldıqda, rəqibin əlindən topu alıramsa, oyun epizodunda, oyun gedəkdə alıramsa, artıq mənə 14 saniyə yox, 24 saniyə vaxt veriləcək. Bir də 24 saniyə verilir, bir də bu 14 saniyə qaydasını o halqadan deyib qaydarsa, onu izah verək. Deməli, hücum üçün verilən vaxt nə qədərdir? 24 saniyə vaxtı gördüyümüz kimi hücum üçün komandaya verilən vaxt. 24 saniyə ərzində deyir ki, top mütləq qaydada səbətə atılmalıdır. Ən azından səbətə atılmalı cəhd göstərilməlidir. Bu gördüyümüz lövhədir. Lövhə ilə tanış olduq. 1.80 uzunluğu 1 metr 5 cm enidir. Bu gördüyümüz lövhədir. Topu mənim qalıb fərz edək ki,
Mənim komandamın hücum üçün vaxtı qalıb 16 saniyə. 16 saniyə vaxtı qalıb. 16 saniyə vaxtı qalsa hücum üçün mənim komandamın vaxtını. Topu atıram, top gəlir. Səbətin halqasına dəyib. Qaydırsa təkrar mənə 16 saniyə yox, artıq olacaq 14 saniyə. 14 saniyə. Dedi ya, halqadan nəyə qaydarsa 14 saniyə. Mənim hücum üçün, hücumun bitməsinə qalıb vaxtım nə qədər? Hücumun bitməyinə vaxtım qalıb, fərz edək ki, 7 saniyə. 7 saniyə. 7 saniyədən sonra mənim hücum bitir. Topu atıram, gəlib yenə halqaya dəyib qaydırsa 14 saniyə olacaq. Hücum üçün vaxtım. 7 daha silindi. Olacaq 14 saniyə. Mənim hücum üçün fərz edək ki, hücum üçün vaxtım qalıb 18 saniyə. 18 saniyədən sonra hücumum bitir. 18 saniyə ərzində topu atıramsa, top gəlir lövhəyə, halqaya deyil. Lövhənin istənilən bir sahəsində dəyib qaydırsa təkrar mənə, hücum üçün vaxtım qalacaq yenə 18 saniyə. Yenə 18 saniyə qalacaq. Mənim hücum üçün qalıb 6 saniyə vaxtım, fərz edək ki, 6 saniyə. Topu mən atıramsa, burada 14 saniyə yoxdur. Topu atıramsa, top yenə bu halqanın, lövhənin, lövhənin istənilən bir yerinə dəyib qaydırsa mənə, mənim hücum üçün 6 saniyə vaxtım qalacaq. 14 saniyə burada qaydası yoxdur. 14 saniyə nə vaxt verilir? Halqaya dəyib qaydarsa əgər, hücum üçün nə qədər vaxtının qaldığından asılı olmayaraq, istəyir 2 saniyə qalsın, istəyir 1 saniyə, istəyir 14 saniyə, 18 saniyə fərq etmir. Nə qədər vaxtının qalmağından asılı olmayaraq, top səbətin halqasına dəyib qaydırsa sənə, əlavə 14 saniyə vaxt asılır. Əgər top lövhəyə dəyib qaydırsa, hücum üçün əlavə vaxt açılmır. Hücum üçün nə qədər vaxtın qalsa, neçə saniyə vaxtın qalsa, elə oradan da oyun davam edir. Növbəti qaydası nəzərə yetirir. Basketbolçunun hərəkəti və hərəkət qaydaları var. Deməli, basketbolçu topu istədiyi qədər çilə bilər. Baxın, istədiyi qədər çiləmə, lakin sağ və yaxud da sol əlində olmalıdır. İki əlindən topu çiləmək olmaz, qadağandır. Çiləli tutulan top, basketbol topu çilədi, təkrar tutdu əlinə. Tutdu əlinə, yəni iki əllə bu çiləmək olmaz işarəsidir. Tutdu əlinə və təkrar çiləmək olar, xeyr olmaz, bayaq izah verir. 5 saniyə qaydasıdır bu. 5 saniyə ərzində topu atmalıdır komanda yoldaşına və yaxud da səbətə atmalıdır. Ya ötürmə etməli, ya da səbətə atmalıdır. Yəni çilənib tutulan top təkrar çilənə bilməz. Təkrar çilənə bilməz. Və yaxud topu qucağına alıb, qoltuğun altına qucağına alıb qaça bilməz. Mümkün deyil, olmaz. Çiləyə getsin, olar. Çiləyib tutandan sonra 5 saniyə artıq saxlamaq olmaz və 2 addımdan artıq atmaq olmaz. İkinci addımı attın, topu səbətə atmalısın və yaxud da ötürmə etməlisin. Topu əldə tutmuşsansa, bu qədər. Topu tutmuş əlbə, ya 2 addım atmalısan, topu ötürməlisin, ya da ki, durduğu yerdən atmalısan, fərq etmir. 3 addım attınsa, qayda pozuntusu top verilir rəqibə. Topla olan oyuncusu kənar xətləri tapdadıqda top meydandan çıxmış hesab olur. Yəni, bəzi idman növlərindən fərqli olaraq basketbolda belə bir qayda var ki, bu bizim meydansal məhdudlaşdıran sahəmiz var ki, ön xətlər, bir də yan xətlər gedir. Bu xətlər meydansanın daxil yox, xarici sayılır. Topla olan oyuncu, topu çiliyə-çiliyə. Mən o xətti tapdadımsa, qaydanı pozmuş sayıram, verilir top rəqibə. Həmin o xətt, yan xətlərdən söhbət gedir. Meydanın daxilində olan xətlərdən yox, yan xətlərdən söhbət gedir. Səbətin altındakı olan xətlərdən söhbət gedir. Və yaxud da komanda yoldaşım xəttin üstündə dayanıbsa, mən ona topu ötürən zaman, həmin oyuncusu, komanda yoldaşım xəttin üstündə dayanaraq topu qəbul etsə, yenə qaydanı pozmuş sayılır. Top verilir avtomatik olaraq rəqib komandaya.
Yəni top olan oyunçu kənar xətti tapdadıqda qaydanı pozulmuş hesab olunacaq. Keçən növbəti qaydamıza nəzər yetirək. Faullar və cəzalara bax. Yəni komandanın faul limiti var, fərdi faul gedir, bir fərdi faul limiti var, bir də komanda faul limiti var. Fərdi faul limiti nədir? Komanda oyunçunun, yəni fərdi faul limiti, yəni fərdi tək bir nəfər 4 dəfə qayda pozuntusu limiti var. 4 qayda pozuntusu limiti var. 5-ci edərsə artıq diskvalifikasiya olur. Yəni yarışdan uzaqlaşdırılır. Fərdi faul. Bir oyuncu 4 dəfə qaydanı pozarsa, yəni onun limiti bitir. 5-ci qayda pozuntusundan sonra oyundan kənarlaşdırılır. Diskvalifikasiya olur həmin oyuncu. Bir də var ki, diskvalifikasiya faulları var. Diskvalifikasiya faulları nədir? Bir oyuncu, bu fərdi faul limitinə aidiyyəti yoxdur. Bir oyuncu 2 texniki faul edərsə oyundan uzaqlaşdırılacaq. 2 qeyri-idman faul edərsə yeni oyundan uzaqlaşdırılacaq. Bir texniki faul və yaxud da bir texniki faul plus bir qeyri-idman faul edərsə yeni oyuncu oyundan uzaqlaşdırılacaq. Bu fərdi faul limitinə aidiyyəti yoxdur. Diskvalifikasiya olunur oyuncu, həmin oyuncu və 30 saniyə komandaya vaxt verilir ki, məşqçiyə vaxt verilir ki, 30 saniyə ərzində o meydana uzaqlaşdırılan oyunçunun əvəzinə kimsə, ehtiyatda olan kimsə oyunculardan biri daxil olsun. Texniki faullara görə bir zərbə atışı verilir. Qeyri-idman faullarına görə isə 2 zərbə atışı verilir. Fərdi faul limitinə, fərdi faulları nəzər yetirdik. Keçək indi komanda faul limitinə. Komanda faul limiti, bu da gördüyümüz kimi 4'dür, limit 4'dür. Komandanın faul limitinə baxaq. Basketbolda bir komanda. Təbii ki, bir komandadan söhbət gedir. Bir periyod ərzində 4 dəfə qaydanı pozarsa, artıq bunun limiti doldu. 1, 2, 3, 4 dəfə qaydanı pozdu komanda, limiti doldu. Bundan sonra edilən qayda pozuntular, təbii ki, bu qayda pozuntularına hansılar aid deyil? Səbətə atış qayda pozuntusu və basket faullara aid deyil bu qayda pozuntusu. İndi onları nəzərə yetirəcəyik. Bundan sonra edilən qayda pozuntuları, yəni dediyim istisna olmalı, səbətə atış qayda pozuntusu və basket faul istisna olmalı. Edilən qayda pozuntusuna görə 2 zərbə atışı verilir komandaya. 2 sərbəst atışı verilir. Komandanın faul limiti dolduqdan sonra. Əlavə hissələr oynanılarsa, bu faul limitləri bir növ birinci hissənin sonunda sıfırlanır. Komandanın faul limiti. Birinci hissə bitdi, faul limiti sıfırlanır. Əlavə hissələr oynanılarsa əgər, yəni hər periyoddan sonra, sıfır hissədən yox, üzr istəyirəm, hər periyoddan sonra komandanın faul limiti sıfırlanır. Bir periyod ərzində limiti var, birinci periyod bitdi, faul limiti sıfırlanır. Əlavə hissələr olarsa əgər, oynanılarsa əgər, 4-cü periyodda komandanın neçə faul limiti vardısa əgər, həmin o faul limiti avtomatik olaraq keçir əlavə hissəyə. Yəni 4-cü periyoddakı faul limiti sıfırlanır. 1, 2, 3 periyoddakı faul limiti sıfırlanır, 4-cü periyoddakı faul limiti sıfırlanır. Keçən növbəti qaydamızı nəzərə yetirək. Səbətə atış qayda pozuntuları və basket faul. Bu qayda bu ilin imtahanı da sual düşüb bu basket faulda. Deməli, səbətə atış qayda pozuntusu və basket faul hansı hallarda baş verir? Onları nəzərə yetirək. Dedik 675'lik bizim göğsümüz var burada. 675'lik göğsümüz var. 675'lik göğsün daxilində top səbətə atılan zaman qayda pozuntusu baş verərsə, top səbətə atılan zaman mən topu səbətə atıram. Fərz edək ki, atışım uğurlu olur, top səbətə düşür. Yəni basket olur. Top səbətə düşəndə basket deyirlər basketbolda. Top səbətə düşür, yəni basket olur. Plus da mənə qarşı həmən o 675'lik göğsün daxilində faul olur. Ne olur burada? Basket
Top səbətə düşdü. Basket üstə mənə qarşı fol. Atış uğurlu oldu. 675'li göğsün daxilindən söhbət gedir. Daxilindən. Xətti taplamaq da, yəni bu xəttimizdə dedik ki 675'li göğsün daxili sayılır. 675'li göğsün daxilində səbətə atış zamanı qayda pozuntusu baş verərsə, atışımız uğurlu olarsa, xalımız qeydə alınacaq. Yəni xalımız necə qeydə alınır? Səbətə 675'li göğsün daxilində neçə xaldır? 2 xal qeydə alınacaq. Əlavə 1 zəlmə atışı veriləcək. 2 xal 1 zəlmə atışı veriləcək. Əgər atışımız uğursuz olarsa, bax, yenə bu qaydanı təşkil edirəm. 675'li göğsün daxilində topu səbətə atıram mı? Atmağa cəhd edirəm. Top səbətə düşür. Eyni anda mənə qarşı kobudluq olur. Top səbətə düşür. Atışımız uğurlu olduğuna görə 2 xal, qayda pozuntusu olduğuna görə plus 1 zəlmə atışı da veriləcək. Əgər atış uğursuz olarsa, mən 675'li göğsün daxilində topu səbətə atmağa cəhd edirəm. Top səbətə düşmür, atış uğursuzdur və mənə qarşı kobudluq olur. O zaman 1 zəlmə atışı yox, 2 zəlmə atışı, sərbəst atışı veriləcək. Daxilindən danışdıq. Keçək 675'li göğsün xaricı nəzərə yetirir. Həmən bu hadisələr 675'li göğsün xaricində baş verəcək. Yenə ilə mən topu səbətə atmağa cəhd edirəm. Top səbətə düşür. Eyni anda mənə qarşı kobudluq olur. Eyni anda mənə qarşı kobudluq olur. Xal qeydə alınacaq, yəni 3 xal qeydə alınacaq. Top səbətə düşdüyünə görə. Əlavə qayda pozuntusu olduğuna görə 1 zəlmə atışı veriləcək. 3 xal qeydə alındı, 1 zəlmə atışı veriləcək. Əgər top səbətə düşməsə əgər, mən topu səbətə atmağa cəhd edirəm, top səbətə düşmür və mənə qarşı kobudluq olur. O zaman 1 yox, artıq 3 zəlmə atışı veriləcək. Aydın oldu bu qayda. Keçək, basketbolda belə bir qayda var ki, qayda pozuntusu hansı oyuncuya qarşı olunubsa, həmən oyuncuda zəlmə atışlarını yerinə yetirməlidir. Bir şərtlə ki, belə bir qayda var ki, həmən oyuncusu aldığı xəsarətdən elə bir bəlkə xəsarət alır ki, oyuna davam etdirə bilmirsə əgər, onda başqa bir oyuncusu, komanda yoldaşı gəlib sərbəst atışı, zəlmə atışını yerinə yetirə bilər. Keçək növbəti qaydamıza baxaq. Hakimlərə nəzərə yetirək basketbolda. Hakimlər briqadası 7 plus 1 hakimi oyunu idarə edir. Yəni plus 1 komissardır. Baş hakim, köməkçi hakim olur, katib, vaxt hakimi, 24 saniyə operatoru falan. Yəni burada basketbol təmiz vaxtda oynandığına görə, yəni burada 7 plus 1, yəni vaxt hakimi falan burada öz əksini tapır. 7 plus 1 hakim idarə edir basketbolu. Basketbol haqqında bu qədər hörmətli müəllimlər, növbəti dərslərdə görüşək. Sağ olun.